Azərbaycanda diriliş suyu olan dağın olduğunu bilirdinizmi? Bu dağa hər gün nə qədər insan gedir? Bəli, əfsanəyə görə diriliş suyu axtarışında olan Xıdır Peyğəmbər bu dağın zirvəsindəki bulaqdan su içir və ölməzlik qazanır. Bu bulaq görün hansı rayonumuzda yerləşir? Xıdır Peyğəmbərin su içdiyi və ölməzlik qazandığı bulaq Müsəlman şərqinin ən müqəddəs ziyarətgahlarından biri. Tarixi mənbələrdə Musa qayası kimi təqdim olunan Səhra aysbergini xatırladan Beşbarmaq dağı. Quranda adı çəkilən Məcmuəül Bəhreyn, yəni iki dəniz qovşağının Şirvan vilayəti ilə bağlılığı nədir? Videomuza keçməzdən öncə kanala abunə olmağı unutmayın. Sizin dəstəyiniz bizim üçün önəmlidir. Bakıdan Qubaya səfər edərkən magistral yolun sol tərəfində yerləşən Beşbarmaq dağının hündürlüyü 382 metrdir. Zirvəsindəki qayalar insan əlinin 5 barmağına oxşadığına görə qədim zamanlardan bu dağı Beşbarmaq dağı adlandırırlar. Əfsanəyə görə diriliş suyu axtarışında olan Xıdır Peyğəmbər bu dağın zirvəsindəki bulaqdan su içir və ölməzlik qazanır. Bu gün insanlar həmin sirli dağa gəlib dualar edirlər. Bir turist olaraq ənənəvi dini ritualları yerinə yetirmək baxımından, o cümlədən Xəzər dənizinin möhtəşəm mənzərələrinə tamaşa etmək üçün bu dağı ziyarət etməyə dəyər. Beşbarmaq dağı və ya Başbərmək dağı erkən orta əsrlərdə Qafqaz Albaniyası dövrü Xors qayası adlanan və Xorsvem kimi göstərilən Beşbarmaq tarixi Şeşpara ərazisinin başlanğıcı sayılır. Bu qayanın digər adı isə Xıdır Zindəperidir. Qeyri-adi görünüşü ətraf ərazilərdə yaşayanlar tərəfindən oranın ibadət olunan pirə çevrilməsinə səbəb olmuşdur. Onu da qeyd edim ki, bu ərazidə olarkən diqqətimi ilk cəlb edən natəmizlik oldu. Təəssüflər ki, ətrafda zibil qutuları çox azdır və təmizliyə çox az riayət olunur. Xızır Zindəperi Müsəlman şərqinin ən müqəddəs ziyarətgahlarından biri. Abbasqulu Ağa Bakıxanov tariximizin əvvəlsiz qaynaqlarından olan məşhur Gülüstan-ı İrəm kitabında yazırdı ki, Quranda adı çəkilən Məcmuəül Bəhreyn, yəni iki dəniz qovşağı Şirvan vilayətində olmuşdur. Musa və Xızır peyğəmbərlərinin saxrası, qayası da oradadır. Adına və əlamətlərinə görə bu qaya Xızır Zində ola bilər və həmin Xızır Zində xalq arasında Xıdır Zində kimi tələffüz olunur. Bakıxanov fikrini şərh edərkən digər müəlliflərin də bu barədə olan elmi mülahizələrinə əsaslandığını vurğulayır. Xızır Zində adındakı zində sözü sağ, diri anlamındadır ki, bu da qədim şərq folklorunda tez-tez rast gəlinən Abi Zəmzəm, diriliş suyu kimi içmiş Xızır peyğəmbərə işarədir. Ona görə də Siyazən bölgəsi ərazisində Xəzər dənizi sahilində Beşbarmaq adlı 5 çılpaq zirvədən ibarət dağa xalq arasında Xızır Zində Baba və yaxud Xıdır Zində dağı deyilir. Beşbarmaq sözü ilə bağlı da müxtəlif fikirlər, rəvayətlər dolaşır. Araşdırıcılardan Rəmzi Yüzbaşov qeyd edir ki, Beşbarmaq sözündəki barmaq ifadəsi şiştəpə anlamındadır. Başqa bir ehtimala görə isə beşbarmaq baş barmaq kimi təqdim olunur. Belə ki, xalq etimologiyasında baş barmaq böyük qardaş mənasındadır. Abşeron yarımadasının qərb hissəsində Bakı-Şamaxı yolunun cənubunda yerləşən Üçtəpə dağı, üç qardaş beşbarmağın qarşısında dəniz istiqamətində yerləşən qaya isə dördüncü qardaşdır. Bura tarixi mənbələrdə Musa qayası kimi təqdim olunur. Dağın əmələ gəlməsində ilkin versiyalardan biri kimi tektonik hərəkətlərin təsirindən karbonat tərkibli süxurların sıxılması və nəticədə belə bir mənzərənin yaranması göstərilir. Qaya üzərində çoxlu sayda kars tipli boşluqlara, yuvacıqlara rast gəlmək mümkündür. Böyük Azərbaycan səyyahı Əbdülrəşid Əl-Baquvi yazır ki, Quranın Əl-Həvr Mağara surəsində haqqında danışılan Musa və Xızır peyğəmbərlərlə bağlı əhvalat məhz bu ərazidə cərəyan edib. Belə ki, Musanın xidmətində olan Yuşa ibn Nusun yemək üçün götürüb, sonra yaddan çıxardığı balıq iki dənizin qovuşduğu bu yerdə suya atılaraq yenidən dirilmişdi. İspaniyanın Kataloniya vilayətinin 1375-ci ildə tərtib olunmuş Xəzər dənizinə aid xəritəsində Beşbarmaq, barmaq dövrünün tanınmış alimi 17-ci əsrdə indiki Almaniya ərazisində mövcud olan xırda feodal dövlətlərindən birinin Qolştiniyanın Hersoq sarayında çalışan Adam Olearinin xəritəsində isə barmaq kimi göstərilir. Tarixçi Abdullayev yazır ki, 18-ci əsrin ikinci yarısında Azərbaycandakı xanlıqlar arasında mühüm yer tutan Quba xanlığının tərkibində 8 mahal var idi. Bu mahallardan biri Bərmək adlanırdı. Mahalın indiki ərazisi Xızı ilə Siyazən bölgələrinin qovuşuğunda uca dağların qoynundadır. Arxiv sənədlərində məlum olur ki, burada 600-dən çox evi əhatə edən 24 kənd olub.
Mahalı niyə məhz Bərmək adlandırılmasının da maraqlı tarixçəsi var. Bakıxanovun, Bartoldun, Ziya Bünyadovun əsərlərində Bərməklər haqqında müəyyən məlumatlar var. Bu mənbələrdə qeyd olunur ki, Bərmək orta əsrlər Azərbaycanda nüfuzlu ilə seçilən məşhur sülalənin soyadıdır. Bu soyaddan olan sonuncu vəzir Cəfər Bərməki xəlifə Harun Ər-Rəşid tərəfindən öldürülmüş, onun sağ qalan ailə üzvləri uzaq Bağdaddan qaçıb canlarını qurtararaq bu yerlərdə məskunlaşmışlar. Çox güman ki, illər keçdikcə Bərmək ifadəsi dəyişərək barmaq kimi tələffüz olunur. El arasında isə indiyəcən belə bir söz gəzir ki, Beşbarmaq dağı bir vaxtlar üç qardaşın pənah yeri, məskəni, yurd yuvası olub. Qardaşlar bir-birinə can deyib can eşidər, arxa dayaq olarmış. Böyük qardaşın sözü, tapşırığı balacalar üçün qanun imiş. Onun adı Xıdır Zində, ortancıl qardaşın adı Xıdır İlyas, son beşiyin adı isə Xıdır Nəbi olub. Günlərin bir günü böyük qardaş kiçik qardaşı yanına çağırır. Ona bir xəlbir uzadıb deyir ki, susuzluqdan dili dodağı quruyub. Xıdır Nəbi xəlbirlə su gətirmək üçün Xəzərə tərəf yürür. Xəlbiri suya salıb, nə qədər əlləşirsə suyu götürə bilmir. Böyük qardaş kiçik qardaşından bir soraq gəlmədiyini görüb, bu dəfə su dalınca Xıdır İlyası yollayır. Ortancıl qardaşın da gəlib çıxmadığını görüb təşvişə düşür. Demə, böyük qardaşlarının tapşırığını yerinə yetirə bilməyəcəklərini görən son beşiklə ortancıl qardaş daşa dönmələri üçün Allaha yalvarıb yaxarırmış. Belə rəvayət olunur ki, Xıdır Zində dağı ilə üzbəüz olan Xəzərdəki sal qayalar daşa dönmüş həmin qardaşlar. Azərbaycan Ensiklopediyasının 2-ci cildində isə belə yazılır. Beşbarmaq təqribən 4-7-ci əsrlərə aid müdafiə səddi olub. Bu sədd Beşbarmaq dağının ətəklərindən Xəzər dənizinə qədər uzanıb, dağın ətəyində iri çay sərpişdən tikilmiş sədd bir-birindən 200 metr aralı iki divardan ibarət olub. Alman tarixçisi Moses Kalankatlı Beşbarmaq kəndinin Sasani padşahı Yezdigirdin dövründə 437-457-ci ildə çəkildiyini qeyd edib. Beşbarmaq köçərlilərin hücumunun qarşısını almaq üçün inşa edilmişdi. Deməli, Xızır Zində Baba dağı müqəddəs ziyarətgah olmaqla yanaşı, həm də ulu, şanlı tariximizin əvəzsiz yadigarlarındandır. Pir, Bakı-Siyəzən magistral yolundan 5 kilometr qərbdədir. Magistral yoldan Pirə qədər olan torpaq yol yaz-payız fəslində palçıqlı, yayda tozlu, qışda isə sürüşkən olur və gediş-gəlişi çətinləşdirir. Ərazidə su qıtlığı müşahidə olunur. Belə ki, qurbanlıq kəsilən yerdə debiti çox az olan cəmi bir bulaq var. Bir ətrafında tək-tək ağaclara rast gəlinir. Ziyarətçilər tərəfindən bu ağacların kölgəsində ocaq yandırıldığından onlar da qurmaq təhlükəsi altındadır. Bundan əlavə, bu dağ Azərbaycanda ornitoloji turizm üçün ən gözəl yerlərdən biridir. Buradakı dağlar və dəniz arasındakı keçid köç edən yüzlərlə quş növü üçün dəhliz rolunu oynayır. Karbonat tərkibli reaksiyalaşmış əhəng daşlarından, dolomitlərdən ibarət qaya parçası Səhra aysbergini xatırladır. Videomuzu bəyəndinizsə kanala abunə olmağı və rəy yazmağı unutmayın.